Bu videomuzda internetdən font yükləməyi və sonra onu kompüterə yükləməyi öyrənəcəyik. fonts.google.com saytının nümunəsində. Sayta giririk, qarşımızda font seçimləri çıxır. Bu yəqin ki, sizin qarşınızda çıxmayacaq, sizdə belə açılacaq. Əgər fontun adını biliriksə, Railway fontunu yazırıq, buradan çıxır. Gəldik, baxdıq, bəyəndik onun qalınlıqlarını, ailəsini və yüklüyürük. Amma gəlin biz başqa bir istiqamətlə gedək, qayıdaq ana səhifəyə. Tutaq ki, Azərbaycan dilini dəstəkləyən bizə maraqlı gözəl font lazımdır. Elə olanda gəlirik filtr düyməsinə klik eləyirik. Azərbaycan dilindəyik. Ən unikal hərflərimiz böyük Ə, Ö-nü basaq, Ğ, L, Ü, Ç, Ş olsun. Əmi, O, Əmi, Ö, Lüç. Maraqlı bir dənə söz yaranır. Google bizim bu yazdığımız simvolları dəstəkləyən fontları ilk öncə qarşımıza çıxardır. Aşağıda dil seçimi də var, başqa funksiyalar da var. Ən çox bizə istifadə etdiyimiz lazım olan burada fontun bizə verəcəyi bu hava. Təbii ki, bunlar Google Fonts'un özünün gətirdiyi klassifikasiyadır. Fontların, yəni bu fontla bu fontun əsas fərqi nədir? Tipoqrafika haqqında daha dərin, daha geniş bizim dizayn kurslarımızdan öyrənə bilərsiniz. İndi üzərindən keçək, tutaq ki, biznes üçün Google Fonts bizim üçün filtrasiya eləyir. Biznes üçün klassik, biznes üçün, müasir biznes üçün lazım olan fontlar və yaxud da ki, column, daha neytral, daha rahat fontlar və baxıram ki, niyə görəsə bu Lexent Giga fontu mənim xoşuma gəldi. İndi mən onu istəyirəm özümə götürüm. Pulsuz lisenziyalı fontlardır. Olduqca yaxşıdır bu. Lexent Giga klik elədik üzərində bir daha belə baxırıq. Aha, hamınız əlasız, gözəlsiz və gəlirik buradan klik eləyirik Get Font. İnternet market məntiqindən işdir. Yəni bizdə burada səbət var. Sadəcə axırda pul verməyəcək ona görə. Get Fontu klik eləyirik. Gəldi düşdü səbətə. Əgər bir neçə gəzmisən, bir neçə font xoşuna gəlibsə, hamısını yığmısan səbətə, buradan download ol saylarını göstərir. Xoşuna gəlmirsə remove all düyməsinə basarsan, indi biz bura gəlirik, ya download all, ya da ki, sırf bu fontu istəyiriksə, buradan download butonuna klik edirik, save elədik, gəldik, açdıq onu folderimizdə, gördüyünüz kimi bizə bir arxiv verir, double klik elədik, girdik içərisinə, burada statik bölməsi var, tam o detallara girmirik, sadəcə olaraq öz ikonlarından görəcəksiniz ki, TTF və yaxud da ki, OTF verəcək bizə formatın adıdır, üzərində 2 klik eləyirik, belə bir pəncərəmiz açılır. Mac OS-də də, yəni Apple kompüterləri istifadə edənlərdə də, Windows-da da demək olar məntiq eynidir. Burada bir install düyməsi görəcəksiniz. Install düyməsinə basırsınız. Fontumuz yükləndi, çıxdıq və artıq proqramımızda biz həmin fontun adını yazıb istifadə eləyə bilərik.